Mübarək Ramazan ayının 23-cü gününü yaşayırıq və bu günün duasını deyirik. İlahi, bugün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə. Bugün qəlbimi təqva ilə xalis et. Ey günahkarın xətasına göz yuman Allah. Duada göründüyü kimi təqva sözü keçir. Təqva Quranda Allahın insanların onun yanında olan hörmətinin meyarı kimi göstərilir. Təqvalı insan Allahı hər işində görəndir. Onlar o kəslərdir ki, yatanda da, duranda da, hər zaman Allahı yad edənlərdir. Hər bir işimizdə Allahı yanımızda görsək, elə bizim təqvamızın açarı da odur. Və Allah yanında hörmətli olmağımız, Allahın gözəl sözü ilə bunu bitirməyimizdir. Ən gözəl libas təqva libası.